mətni çox diqqətlə oxumayın. Biologiya, tarix, o hissədən sizə sual gələcək ki, sizə yaxşı alınacaq. Salam dostlar, mən Nərmin, YouTube kanalıma xoş gəlmisiniz. Bugün hava uzun müddət sonra yaxşı olduğuna görə qərar verdim ki, sizlər üçün bu videonu çöldə çəkim. Ümid edirəm səs və video keyfiyyəti hələ də yaxşıdır. Bugünkü mövzumuz isə sizlərlə TOEFL imtahanıdır. Mən bugün sizlərlə TOEFL imtahanının strukturu haqqında, onun IELTS-dən necə fərqlənib, necə IELTS-ə oxşadığı haqqında danışacağam və eyni zamanda sizə bu testi necə yaxşı balla keçmək olar haqqında öz məsləhətlərimi verəcəm. Gəlin başlayaq. Deməli, TOEFL testi də IELTS testi kimi standartlaşdırılmış ingilis dili səviyyənizi ölçmək üçün olan testdir. Bu test ETS şirkəti tərəfindən təşkil olunur və IELTS kimi bu testdə də 4 hissə var. Bunlar oxuma, yazma, danışıq və qulaq asma hissələridir. İndi mən bugün sizlərlə hər bir hissənin strukturu haqqında detallı danışacağam və hər bir hissə haqqında olan öz məsləhətlərimi verəcəm. Tövsiyə edirəm ki, bu testə hazırlaşmağa başlamamışdan əvvəl yaxşıca oturun, oxuyun ki, bu testin strukturu necədir və yaxud videolara qulaq asın. Çünki IELTS-ə oxşasa da və ümumi digər standartlaşdırılmış ingilis dili testlərinə oxşasa da TOEFL-un çox fərqli strukturu var və hər bir hissə çox fərqli şəkildə təşkil olunub, belə deyərdim. Ona görə əvvəlcə başa düşün ki, bu testin strukturu nədir, testdə məni nələr gözləyəcək. Bunu başa düşəndən sonra isə artıq biz hissə-hissə başlaya bilərik testin hər bir hissəsinə hazırlaşmağa. Deməli, gəlin birinci oxumaq hissəsindən başlayaq. Oxumaq, yəni reading hissəsi, mən deyərdim ki, TOEFL-un digər testlərə ən çox oxşayan tərəfidir. Çünki oxumaq hissəsində sizə mətnlər veriləcək və bu mətnlər akademik olacaq və onlar haqqında siz daha sonra suallara cavab verməli olacaqsınız. Bu hissədə mənim məsləhətlərim nələr olardı? İlk öncə, mətni çox diqqətlə oxumayın. Nə demək istəyirəm? Mətni götürüb oxuyanda hər cümləni başa düşməyə, hər detalı başa düşməyə çalışmayın. Çünki sizin orada limitli zamanınız var və bu mətni tez oxuyub gözdən keçirməlisiniz. Növbəti olaraq suallara gedin və suallara fikir verin. Onu deyim ki, TOEFL testində, oxuma hissəsində, məsələn, birdən başlayaraq hər sual mətnin yuxarısından aşağısına doğru gedir. Yəni, birinci gördüyünüz sualın cavabı mətnin başında olacaq, axırıncı gördüyünüz sualın cavabı isə mətnin axırlarına doğru olacaq. Ona görə başlayın birinci sual oxumağa. Birinci sual oxuyandan sonra gedin mətndə o sualı axtarın. Yəni, siz ilk dəfə mətni açanda bunu bütün diqqətlə oxuyub, mətn bitdi, indi düşürəm ona aid sualları eləməyə etməyin. Belə eləməliyik ki, birinci mətni ümumi nəzərdən keçirməliyik, daha sonra suallara gedib, bir sual oxuyub mətnə qayıtmalıyıq. Bu zaman biz daha yaxşı, daha diqqətlə cavabları tapa biləcəyik. Növbəti məsləhətim o olardı ki, hər sualdakı açar sözə diqqət edin. Açar sözlər nələr ola bilər? İnsan adı, tarix, rəqəm. Bunları sualda görəndən sonra gedin mətndə həmin sözü axtarın. Amma burada çox diqqət eləməli olduğunuz bir məsələ var. İlk gördüyünüz açar sözü, gördüyünüz cümlə o demək deyil ki, düzgün cavabdır. Çünki onlar bilirlər ki, siz sualda, deyək ki, Michael adını görmüsünüzsə, mətndə gedib ilk Michael axtaracaqsınız, düzdür? Və bu elə ola bilər ki, siz sadəcə cümləni köçürməyə çalışarsınız mətndən. Onların eləmək istədiysə bu deyil. Onlar bilmək istəyir ki, siz ingilis dilini nə qədər yaxşı bilirsiniz. Buna görə də ölçmək istəyir ki, siz həmin mətndə deyilənləri nə qədər yaxşı başa düşdünüz. Ona görə bəzən açar sözlərə o cəhətdən də diqqət etmək lazımdır ki, onlar bizi yanılda bilər. Cavab adətən həmişə o açar sözün yanında olacaq. Amma bu o demək deyil ki, həmin sözün olduğu eyni cümlədə olacaq. Ona görə sualda Michael gördünüzsə deyək, gedin mətndə Michael yazılan hissəni axtarın, amma onun ətrafındakı, ondan əvvəlki 1-2 cümləni, ondan sonraki 1-2 cümləni oxuyun, ondan sonra cavaba qərar verin. Gördüyünüz ilk cümlə sizi yanılda bilər. Oxuma hissəsində növbəti diqqət etməyinizi məsləhət gördüyüm hissə ekstrem sözlərdir. Ekstrem sözlər deyilən nəyi nəzərdə tuturam? Hamısı, heç biri, heç vaxt, həmişə. Çünki bu sözlər istifadə olunan cümlələrin yanlış olma ehtimalı çox asandır, düzdür? Məsələn,
mətndə yazılıb ki, o idmana gedir, amma cavabda yazılıb ki, o hər gün idmana gedir. Ola bilər ki, bu belə olmasın, düzdür? Biz sadəcə oxumuşuq ki, o idmana gedir. Biz oxumamışıq ki, o hər gün idmana gedir. Ona görə də bu ekstrem sözlər olan cavablara diqqət edin və yaxşı-yaxşı baxın ki, görək mətndə o hər şeyə, hamıya, nə bilim, hər günə şamil eləyib konteksti, yoxsa sadəcə bu cavab sizi çaşdırmaq üçün olan cavabdır və həmin o ekstrem söz əslində düzgün cavabı sırf bir sözlə səhv cavaba çevirir. Və oxuma hissəsindəki son məsləhətim isə odur ki, sualları oxuyanda öz ağlınızda təxmin eləməyə də çalışın ki, düzgün cavab nə ola bilər. Bunu təxmin eləmək sizə mətndə düzgün cavabı tapmağa həm kömək eləyəcək, həm də əgər nəsə sizə çox belə mətndə görmüsünüz, amma düzgün gəlmirsə, onu biraz daha sorğulamağa, daha diqqətlə baxmağa kömək eləyəcək. Ona görə sualı oxuyandan sonra qısaca beyninizdə təxmin eləməyə çalışın ki, bunun cavabı nə ola bilər məncə. Növbəti hissəsi testin listening, yəni qulaq asma hissəsidir. TOEFL testinin qulaq asma hissəsi IELTS-dən tamamilə fərqlidir. Burada struktur çox maraqlı bir strukturdur. Deməli sizə əvvəlcə nəyə qulaq asacaqsınızsa, o mövzular təqdim olunur bir-bir və siz qulaq asandan sonra ona aid olan sualları cavab yazmalısınız. Yəni siz qulaq asa sualları görmürsüz. Deyək ki, məsələn, sizə gəldi mətn, düzdür, danışır orada. Siz heç nə görmürsüz. Heç bir sual, heç bir söz, heç nə görmürsüz, ancaq qulaq asırsınız. Və sizə suallar buna qulaq asandan sonra gəlir. Bu o deməkdir ki, siz qulaq asdığınızı yaxşı başa düşməlisiniz. TOEFL-da belədir ki, bu qulaq asma mərhələsində 2 növ mətnlər gələcək sizə. Birinci növ mətnlər o olacaq ki, akademik həyat, kampus həyatı, müəllimlə tələbənin söhbəti bu mövzularda olacaq. İkinci növ mətnlər isə, yəni qulaq asacağınız mətnlər isə akademik olacaq. Nə bilim, biologiya, tarix, kosmos, yəni çox fərqli akademik mövzular olacaq. Deməli, gəlin indi baxaq birinci hissəyə. Birinci hissədə adətən müəllim və uşağın öz aralarında kampus həyatı, dərslər, ya nəsə universitetdə baş verən dəyişikliklər haqqında söhbəti olur və adətən bir tərəf qadın, bir tərəf isə kişi olur. Burada nə etməlisiniz? Birinci, diqqətlə qulaq asın ki, mövzu nədir? Məsələn, müəllimlə uşaq danışırsa, müəllimin çatdırmaq istədiyi nədir? Uşağın sualları nələrdir? Və siz bu mətnə qulaq asanda not götürmək qabiliyyəti əldə eləməlisiniz. Çünki dediyim kimi, qulaq asma hissəsində sizə suallar görünməyəcək. Siz bütün cavabları öz yazdığınız notlar üzərindən təxmin eləməyə çalışacaqsınız. Bu da nəyə gətirir, çıxarır? Siz qulaq asacağınız mətni diqqətlə dinləməlisiniz. Dinlədikcə ən vacib olan məqamları not götürməlisiniz. Və bu notları elə tutmalısınız ki, o yetərli qədər detallı olsun, amma eyni zamanda da elə olsun ki, sizi çaşdırmasın. Məsələn, bəzi şey bilirsinizsə ki, bu əlavə detaldır, bu lazım olmayacaq, bunu not götürməyin. Əsas ən lazım olan və sizin qulağınıza ən vacib səslənən hissələri not götürün. Hansılar ki, düşünürsünüz ki, bu haqda sual çıxa bilər sizə. Və bu birinci hissədə adətən həmişə elə bir sual olur ki, ümumi məzmun nə idi, ümumi nədən danışılırdı bu mətndə. İkinci tip mətnlər isə akademik mətnlər olur. Mən deyərdim ki, bu daha çətin hissəsidir. Çünki burada sizə çox heç bir məlumatınız olmayan bir mövzuda mətn gələ bilər. Yəni, tutalım ki, siz iqtisadiyyat oxuyursunuz, sizə gələcək biologiyadan mətn və bu mətndə terminlər də olacaq, sizin bilmədiyiniz prosedurlar da olacaq. Qorxmayın, çünki burada da ən vacib olan not götürməkdir. Siz şərt deyil ki, onların danışdığı mövzuda hər şeyi başa düşəsiniz. Siz elə eləməlisiniz ki, maksimum eşitdiklərinizdən not götürəsiniz. Bu çətin olan mətnlərdə sizə kömək ola biləcək bir məqam var. Bu da odur ki, adətən suallarda düşəcək olan və çətin səslənən hissələri mətndə bir də təkrar edirlər. Yəni, eyni sözlərlə olmasa da başqa cür onu parafraz eləyib yenidən sizə gətirirlər. Əgər nəyisə bir-iki dəfə müxtəlif sözlərlə ifadə olunduğunu eşidirsinizsə, əmin olun ki, o hissədən sizə sual gələcək. Ona görə onu mütləq not edin. Qulaq asma hissəsi ilə bağlı növbəti verə biləcəyim məsləhət odur ki, bağlayıcı sözlərə diqqət edin. Yəni, məsələn,
mətndə deyirsə birinci, ikinci, bu hissələrə diqqət edin, bu sıralamaya diqqət edin və əmin olun ki, onları öz notlarınız arasına qeyd edəsiniz ki, məsələn, birinci bunu dedi, ikinci bunu dedi. Bu həm də sizə mətnin necə davam elədiyini, nəyin birinci, nəyin ikinci olduğunu, nəyin səbəb, nəyin nəticə olduğunu da yaxşı şəkildə göstərəcək. Son məsləhətim də odur ki, diqqət edin ki, məsələn, bəzən nə iləsə razılaşmanı və yaxud razılaşmamanı açıq aydın şəkildə bildirmirlər. Yəni, məsələn, müəllim danışır nəsə, uşaq da ona cavab verir. O cavab birbaşa deməyəcək ki, mən sizlə razılaşıram və yaxud hə ya yox. Bəzən bu sözləri belə dolayı yollarla ifadə edə bilirlər ki, siz çaşasınız. Yəni, əmin olmayasınız ki, razılaşdı yoxsa razılaşmadı. Ona görə də elə hissələrə çox xüsusi diqqətlə qulaq asın. Çünki direkt olmaya bilər, birbaşa onu ifadə eləməyə bilər, amma dolayı yollarla fikrin razılaşmaya və ya razılaşmamağa gətirib çıxardığını başa düşməyə çalışın. Növbəti hissə yazı yazma hissəsidir. Bu hissə də deyərdim ki, IELTS-dən çox fərqlidir. Çünki bu hissədə siz iki növ yazı yazmalı olacaqsınız. Bunlardan birincisi integrated writing-dir. Yəni, həm siz qulaq asacaqsınız, həm mətn oxuyacaqsınız. Bu ikisini oxuyandan və qulaq asandan sonra sizə oxuduğunuz və qulaq asdığınız mətndə nələr deyildiyi soruşulacaq. Yəni, bu birinci hissədə sizdən öz fikirləriniz soruşulmur. Sizdən istənilən sadəcə odur ki, eşitdiyinizi və oxuduğunuzu siz yazı vasitəsilə ifadə edəsiniz. Növbəti hissə isə sizin öz fikirlərinizdən ibarət olan esse olacaq. Yəni, bu essedə sizə hər hansı bir mövzu verəcəklər, öz fikirlərinizi ifadə edəcəksiniz. Ümumiyyətlə, məsləhət görərdim ki, yazı hissəsinə əvvəldən hazırlaşmaq üçün özünüzün ağlında bir struktur olsun. Yəni, əvvəldən ağlınızda olsun ki, necə başlayacağım inşaya, əvvəlcə nə tip informasiya vermək istəyirəm, sonra nə tip. Bunlar hamısını dəqiq bilin ki, orada qısa vaxt ərzində həyəcanlanıb strukturu unutmayasınız. Və son müzakirə edəcəyimiz bölmə isə danışıq bölməsidir. Bu bölmədə biraz fərqlidir, çünki TOEFL-da bu bölmədə biraz daha inteqrasiya olmuş bir şəkildədir. Yəni, sizə həm öz şəxsi fikirləriniz haqqında danışmalı olduğunuz mövzular veriləcək, həm də digər tapşırıqlarda elə olacaq ki, sizdən nəyisə oxuyub, daha sonra onun haqqında danışmağınız və yaxud nəyisə dinləyib, daha sonra onun haqqında danışmağınız tələb olunacaq. Buna görə də siz oxuduğunuzu başa düşüb danışmağı, dinlədiyinizi başa düşüb danışmağı məşq etməli olacaqsınız. Mən tövsiyə edərdim ki, danışma bölməsi üçün çoxlu sayda maraqlı mobil tətbiqlər var. Bu mobil tətbiqləri yükləyin. Mən hazırlaşarkən öz istifadə etdiyim YouTube kanallarını və öz istifadə etdiyim tətbiqləri sizə description bölməsində yazacağım və siz də onlardan istifadə edə bilərsiniz özünüz hazırlaşarkən. Ümumi demək istədiyim odur ki, TOEFL uzun bir imtahandır, amma məncə bu imtahan yalnız sizin ingilis dili səviyyənizi göstərmək üçün olan bir test deyil, həm də sizin xaricdə oxuyarkən universitetdə daha rahat özünüzü hiss etməyiniz üçün bol-bol özünüzü yoxlaya biləcəyiniz bir testdir. Ona görə də bu testə həvəslə yanaşın, bu testi özünüzə gələcəkdə oxuyacağınız universitetdəki dərsləri dinləyərmiş kimi, onlara yazarmış kimi təsvir edin ki, siz özünüzdə motivasiyada saxlaya biləsiniz. Əminəm ki, sizə yaxşı alınacaq və növbəti videolarda görüşənədək. Bye bye.